Ramazan ayı münasibətilə Benilüks Azərbaycanlıları Konqres Dayaq Vətən Müharibəsi əllərinə və şəhid ailələrinə dəstək təşkilatı və Belçika Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının təşkilatçılığı müasir internet resurslarına İnkişaf İctimai Birliyinin informasiya dəstəyi ilə iftar süfrəsi təşkil olunub. Tədbirdə dövlət rəsmiləri, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Benilüks Azərbaycanlılar Konqresinin sədri, Belçika Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Elsəvər Məmmədov, millət vəkilləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, Dayaq Təşkilatının rəhbərliyi Qabil Əliyev, şəhid ailələri, qazilər və tanınmış ictimaiyyət nümayəndələri fəal şəkildə iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda candan keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Benilüks Azərbaycanlılar Konqresinin fəaliyyəti haqqında videoçarx nümayiş olunub. Daha sonra Belçika Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Elsəvər Məmmədov çıxış edərək xaricdə yaşayan Azərbaycanlıların birliyinin möhkəmləndirilməsi, diaspora fəaliyyətinin gücləndirilməsi və şəhid ailələri ilə qazilərə göstərilən diqqətin vacibliyini vurğulayıb. İftar vaxtından sonra tədbir proqramında çıxışlar davam edib. Dayaq Təşkilatının rəhbərliyi tərəfindən vətən uğrunda sağlamlığını itirmiş qazilərə və şəhid ailələrinə göstərilən dəstəyin əhəmiyyətindən bəhs olunub. Tədbirin bədii hissəsində muğam ifaçısı Yusif Cəfərbəylinin ifası iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbir çərçivəsində Benilüks Azərbaycanlılar Konqresinin medalı bir sıra ictimai və siyasi xadimlərə təqdim olunub. Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilib. Bugün gördüyünüz kimi bizim üçün çox qürurlu bir gündür. Biz bugün məhz bizim qazilərimizlə, şəhid ailələrimizlə, bizim hörmətli millət vəkillərimizlə, təşkilat rəhbərlərimizlə və media nümayəndələri ilə bir araya gəlmişik və bugün biz iftar süfrəsi ətrafında bərabər oturub öz birliyimizi nümayiş etdik. Bu da bizim üçün təbii ki, çox qürur verici bir hadisədir. Mən özüm artıq 25 ildir ki, diaspora fəaliyyəti ilə məşğulam və uzun illərdir ki, biz Avropada yaşayan Azərbaycanlılar olaraq burada Azərbaycanda həm müharibə dövründə, həm müharibədən sonraki dövrdə çalışırıq ki, bizim qazilərimizə və şəhid ailələrimizə mümkün qədər humanitar dəstək göstərək. Avropada yaşayan bir Azərbaycanlı olaraq, bir Azərbaycan vətəndaşları olaraq öz əsgərimizə dəstək olaraq, qoy onlar görsünlər ki, onlar heç bir zaman unudulmurlar. Biz heç bir zaman öz şəhidlərimizi, öz qazilərimizi unutmuruq. Və mən çox şadam ki, bugün biz məhz bu iftar süfrəsindən əlavə biz 100 ailəyə burada humanitar dəstək göstərdik, həm maddi, həm mənəvi və bunda mən orada yaşayan Azərbaycanlıların adına qürur duyuram ki, bugün biz Azərbaycanla bağlarımız belə möhkəmdir. Xoş gördük sizləri. Bugün bildiyiniz kimi Benilüks Azərbaycanlıları Konqresi və Dayaq Vətən Müharibəsi şəhid ailələrinə və şəhid ailələrinə dəstək təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələrimiz üçün, qazilərimiz üçün iftar süfrəsi təşkil olunmuşdur. Və bu süfrədə bizim üçün də şərəfdir ki, bu mübarək bir Ramazan ayında, 11 ayın sultanı olan Ramazan ayında bu gözəl günü iftar süfrəsini şəhid ailələrindən və qazilərimizlə bir aradayıq və bu cürə təşəbbüslərin, bu cürə görüşlərin biz davamlı olmasını əlbəttə ki, tərəfindəyik və çox yaxşı hal odur ki, cəmiyyətimiz ümumiyyətlə şəhid ailələrinə, qazilərinə olan mənəvi borcluğunu çox ləyaqətlə yerinə yetirir. Gördüyünüz kimi eyni zamanda tədbirdə millət vəkillərimiz, rəsmi şəxslər və eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edir. Onlar da öz fikirlərini həmrəy olaraq öz fikirlərini, öz tövsiyələrini bölüşürlər ümumi cəmiyyətlə, eyni zamanda qazilərimizdən, şəhid ailələrimizdən. Banuçə Hüseynli, Rəsul İsayev, Səs TV xəbər.